Dəyərli abituriyentlərimiz, söz yaradıcılığına aid çox maraqlı sual izahını sizlərlə bölüşürəm. Sona qədər izləyək, baxaq. Deyir, həm kökü, həm də başlanğıc forması feil olsun, amma sifətdən düzələn sözü müəyyən edin. Dəyərli abituriyentlərimiz, söz yaradıcılığına aid bu üç qayda həmişəsi təqib edəcək. Sözün kökü nədir? Sözün başlanğıc forması nədir? Söz hansı nitq hissəsindən yaranır? Baxaq. Deyir, həm kökü, həm də başlanğıc forması feil olur, sifətdən düzələn sözü müəyyən edin. Öncə bir sözün kökü şəkilçiyə ayıraq. Duy sözün köküdür. Duymaq feilindən duyğu ismi, duyğu ismindən duyğusuz sifəti, duyğusuz sifətindən duyğusuzlaş feili, d və qıda demək qırmızı şəkildə. Sözün kökü feildir, bəli, duymaq feili. Başlanğıc forması hansı nitq hissəsidir? Duyğusuzlaş feili. Sözün kökü də feildir, başlanğıc forma da feildir. Amma söz nədən yaranır? Unutmuruq. Sözün nədən yarandığını bilmək istəyiriksə, sonuncu leksik şəkilçinin qoşulduğu hissəyə baxırıq. Duyğusuzlaş feili nədən yaranır? Duyğusuz sifətindən. Diqqətli oluruq ha. Kök başqa şeydir, sözün nədən yarandığı başqa şeydir. Sözün nədən yarandığını bilmək istəyiriksə, sonuncu leksik şəkilçinin qoşulduğu hissəyə baxırıq. Duyğusuzlaş feili bəli, duyğusuz sifətindən yaranır. Sözün kökü də feildir, duymaq feili. Sözün başlanğıc forması duyğusuzlaş feilidir. Söz özü amma duyğusuz sifətindən yaranır. Sənin cavabın oldu A variantı. Digərlərinə baxaq. Qorxusuzluq sözü. Təbii ki, qorxusuzluq sözünün başlanğıc forması isimdir. Ayaqlaşdır, ayaqlandırdıq sözü. Sözün kökü ayaq ismidir. Mənə deyək sözün kökü feil olsun. Çarəsizləşdik sözü. Sözün kökü çarə ismidir. Milliləşdirdik sözün kökü demək milli sifətidir. Sözün kökü mənə demək sözün kökü və başlanğıc forması feil olmalı. Demək bu da uyğun gəlmədi. Bizim cavabımız oldu A variantı. Bu cür videoların davamı üçün mütləq abunə olub rəy yazmağı unutmayın. Təşəkkür edirəm.